Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün ikisi deka, burada saat 5:45'dir. Elman artıq gəlibdi. Mən selifdə gözlərim. Dayanıb mən gözləyir. Bugün Elmanla ikimiz də MRP-dəyik. Oy. Akşamdan da başımı yumuşam, başım yaxşıdır, hələ qurumur. Yine qabaqlar qurub, dava hızın sudur. Bunu da yığdım. Yine gedərəm hələ ki. Gedim görüm Elman hirslənəcəkmi? Gec düşməyimə görə. Buna bax, mən bunun yanına gəldim, dala qabağa verir. Gördüm tərpədir maşını. Özüm gəldim, qabağa gəlmək istəyir ki, mən asan olsun. Bu yenə özünün telefonu boş. Öyle nəşrə qolumuzu bağlayıq. Nə tərsən? Akşam gec getdiniz evə? Nə yaptın? Nə Çok tezin? az şeyden bu tepki salon. Bizdə də bu birisi işdən istəyirlər ki, bir ikisi kimsə çıxsın. Çünki onlar resmenindən çıxıblar da, yanlarında başa düşdün. Gözler çıkıyor. Yalandan meşgul zararlı. Ya, Siz gözünüz kararlı. da, mən də dedim ki, ikinci də Malıçqadan qadın olsun, mən çıxarım. Saat deyəsən 12-dən işləyirlər, nəsə belə baxaq görək də. Şimdiye gelen kofu insanlar başına bir işte. Çörək ancaq, deyir ancaq çörək satılır hani bir bizdə. Heç kəs mağazaya getir, mağazalarda ya çörək olur. Diyelim bir ülkede çıktı. Yardıma gelen bir de biri gelmişti. Renault saldı sındırdı. Ayak sorular bilmirdi. Özüme dedim çok başı var. Benim kasa kaçtı. Aynı biri gel sürün almalı. Gel bağlarsın. Ben onu evdə işlə. Sındırdı tekrar. Sonra üstüne nerede çiğnemse ayak üstüne bir gel verildi. Burası şöyle kasaya getirdim. Korktum. Bir sonra güzel getirdim ki. Patladı bir çözüm verip. Buradan yazdım ki bir ve neye bırakıyor. Bir balıcı bir neye bırakıyor. Benim tutmuş balıcı bir neye bırakıyor. Özüme de şüphe etmedim. Belki bir düşünedim. Bunun tozuna gelip yiyeyim dedi. Şüphe şey değil. Balıcı. Evet o. Onlar satı bildir. Çünki ən biri alır, yadlarından çıxardırlar. Aynı axıyla gəlirlər ki, bizə alır. Görmede bir de niteli daha. Hə, Geçen hafta sakat oldu. Sakat oldu. Başta gidelim onları ederiz. hə, gəl. Orada öyle boy şey yazırsan sonra. Orada bir ders var. Ya, altı tamamda sağ olsun Elman. Yardım çaktım. Ha. Demek. Ay. Kaka. Sen bana bakmasın. Hadi doğru. Aferin. Bir tane de yarım muffin. Yarısını akşam yedim. Yarısında da pişirsin ki rahat kuracak. Çörek pişirsin götürün. Yarısı neydi? Dedim çok az diye ben olarak istemiştim. Muffin ben oradan iş yerinden almıştım. Sınavda dün akşamdı ha. Bir tane almıştım onu. Yok uşaqların yesinlər yox aslında. Yəqin xoşlarına gəlir. Bu bizim muffin deyildi. Piçorka muffin oxşur. Not bir gün alıb. Bilən. Bugün ayın əvvəlidir. Ayın əvvəli bizdə alın. Çox oldu, çox. Ən çıxdı bazar günü. Bir baxın görün bugün adam çox olacaq. Normalda 70 nəfər olur. Normal. Bilmirəm, mən çox alınmış paltarlar var, qaşqatlar, ayaqqabılar var. Bir kutusu aldım. Yaxşı olacaq. Gedim görüm necə nəfər olacaq, bugün mənə inciləcəklər, yoxsa rahat işləyəcəm. Yaşlı elma gətirdi mənim deməli avtobusumu yığışdırıblar. Birbaşa gələn avtobusumu yığışdırıblar. Çerez gəlirəm 2 dənə avtobusum. Вообще хорошо, что у нас есть такой дядя, как Эльман. Коды делились из горчицы. Вот.
61 nəfər. Of, nə yaxşı. 61 nəfər nədir? Nə yaxşı, nə yaxşı, nə yaxşı. Nə vaxt olacaq? Neyimə lazımdır, nə vaxt olacaq? Gətirim özüm üçün qeyd edeyim bu günə nə qədər adam olacaq. Neçə dənə kefir verməliyəm falan filan. Deyir ki, çox gülməyin axırı ağlamaqdır. Bugün 61 nəfər olacaq. Sabah 215 nəfər olacaqdır. Sabah həm də süd günüdür. Buna kefiri toraqa yazmışam, südü yazmamışam. İndi südə baxaram. 347 dənə korobka verməliyəm sabah. Ölərəm mən burada. Hələ ancaq bunu deyirəm. Bu birlərini saymıram. 45 burada. Oy, 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 oy. Bugün gələk işdə yaxşı dincəlim, özümü yormayayım ki, sabaha enerji yığın. Enerji yığın, güc yığın. Vay vay vay. İnşallah yarısı gəlir. Xətsə bu yarısı gəlir. Suyumu çıxacaq mənim sabah burada. Neyse. $347 dənə süd. Öbürlərini də belə saysam 50, 100, 140, plus 40, plus 40, 180, plus 20, 180, 200 də başqa korobkalar. 347 plus 200 korobka, 547 korobka daşıyacaq. Saat 12'ye işləyib, mal gəldi. Buranı indi doldurmalıdırlar malakoyla. Bir işləyib, 15 dəqiqə yığdılar. Qutardılar, 15 dəqiqə sonra da abetdir. Bunun harcı yarısını sabah verməliyəm. Görək də yaxşı olar. Saat artıq 4'ə işləyib, 5 dəqiqə. Mən bütün işlərimi gördüm, jurnalları yazdım, hamısını. Axşam yazılası jurnalda yazdım. Zakaz elədim, malları saydım, hər şey düzdür. Dedim sabah çox mal verəcəm. Mən həmişə ikinci gün sayıram smeni verəndə. Dedim qoy bu gün sayım, rahat olum sabah. Nəsə səhvim olsa bilim ki sabah bu dəçalara da axtarmaq lazımdır. Heç də oturmuşam gözləyirəm Elman gəlsin. İstəyirəm gedim geyinim. Katya deyir ki Günel kompüterimiz işləmir. Ora qaç bura qaç, acından ölürük, yeməyə vaxtımız yoxdur. Yazmışam ki gələcəm yanına sənə təndir çörək alacağım. Gedim istəyirəm geyinim çıxım. Burada yanımızda özbəklərin var. Mağazası. Pekarnyası deyək də. Gedim onlardan təndir çörək alım. İsti. Elman gələnə kimi. Biraz mağazanı gəzim. Oturum Elman gözləyim. Elman bugün axırıncı smenidir. Yəni smeni zavat edir. Bildiyim qədərilə yeri falan yuyubuca hazırdır. Harada olsa gələr. Şöyə çıxdım. İstidən düşdüm qurtqada. Elman deyir gözlə gəlirəm. Kompüterdə nəsə göstərəcəm. Dedim əşyoxaya ölürəm istidən. Burada her şey var. Her şey. Şu çıxdım mağazadan Astanovka'dayım. Elman gözləyirəm. Bu gələn çürür maşın elman ola bilməz. Değil. Değilmiş. Ömerdir yaxındayım. Ne kadar maşın gəlir, onlardan biri yəqin ki elman. Ha, taptım. Sen. Koyasan elə. Heç kəsin gözündə İngiltərə görmür, başqasının gözündə uşaqları çəkir. Sən də kommentarda çıxarırsan.
Sağ olsun Elman məni düşürtdü getdi. Gəldim çatdım. Hərəsinə bir dənə lipoşka verim. Yesinlər isti. İçimdən gəldi, içimdən. Bəlkə indi bilmirəm Səbinə bugün işlədi yoxsa yox. Orada olsam da çağıraram. 8 dənə lipoşka almışdım. 8 dənə lipoşkanın birini Elmana verdim. Fikirləşdim ki, bunlara da 3 dənə verərəm, yerdə qalanı evə apararım. Görüm hamısını burada qoymasam yaxşıdır. Çatdım. Sağ ol qızlar. Hərəsinə bir çörək verdim. 3 dənə çörək qoydum ora. Kaçada 1 litr qatıq gətirmişdi. Qatıqla başladılar yeməyə. Verdim, sıxdım. Bilmirəm, bir dəqiqə sonra avtobus olacaq. Ona çatmayacağım 100%. Ondan sonra 15 dəqiqə gözləmək lazımdır. Yəqin ki, peşkom gedərəm. Nə deyirsiniz qızlar? Qaçdım, özümü asıldan qəzatdırdım. Avtobus yanıb, süper burada. Çatdım. Sağ ol qızlar. Hərəsinə bir çörək verdim. 3 dənə çörək qoydum ora. Kaçada 1 litr qatıq gətirmişdi. Qatıqla başladılar yeməyə. Verdim, sıxdım. Bilmirəm, bir dəqiqə sonra avtobus olacaq. Ona çatmayacağım 100%. Ondan sonra 15 dəqiqə gözləmək lazımdır. Yəqin ki, peşkom gedərəm. Nə deyirsiniz qızlar? Qaçdım, özümü asıldan qəzatdırdım. Avtobus yanıb, süper burada. Ruslan getdi, sən boya ucu gəlməkdədir, gəl ha gəldədir. Mən elə oturub, hələ də oturub fikirləşirəm ki, axşama nə bişirim. Veçli problem, axşama nə bişirim. Boşdurak ki, variant kartuşka qızardı. Nə eləyək? Ət də çıxartmamışıq ki, ətlə nəsə pişirik. Vəbşə nə dəfə oturam, işə getməmişdim, bu vaxt ət çıxartmaq ki, işdən gələn ət hazır olsun. Sən ki, harada gəzmirsən bu böyle bu günə qaldı? Ничего не делал. Bu bir gündə belə cırıldı, yoxsa? Ну, не в первый прям, но не знаю. Parmağımı çıxardım. Помоги маме снять. Ne? Еще Вай, видишь, вай. вот тут вот дырка. Все, evdə batinkan olmalı. Нет. Nə vaxt almışdıq o ayaqqabını biz Karidən? Ha, sana? Karidən nə vaxt almışdıq? Ну, давно. Nə davno bu il almışıq? Нет. Da, в этом году mu kupili? Ну, в этом году, да. İstəmir batinka, deyir onu giyinəcəm. Перед школой. Перед школой kupili? Da, şkolaya giyinəndə təzə idi. Sentyabrdan əvvəl almışıq. Bay. Yox, bu Rusan demirəm təmiz geyinir, təmiz geyinmir, pinti geyinir. Amma elə cıran deyil. Məsələn, bunu yaxşı alınmadı, yaxşı keyfiyyətli çıxmadı. Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Həmişə yaxşı olasınız. Bugün 3 dekabrdır. Saat 5:42-dir. 2 dəqiqə sonra avtobus gəlməlidir. Tələsirəm. İnşallah saxlayaram özümü. Liftdəki hoplandırır məni. Bugün nə çoxlu işim var. İşdə yəni çoxlu adamlar olacaq. Bilmirəm iş necə olacaqdır. Şöyle qızlar, avtobuslardan qutardım. Çıxdım, 2 dənə avtobus dəyişdim. Axır ki, gəldim. İşə saat 5-dən dururam əslində. Prosta mənim avtobusumu yığışdırıblar deyən başqa avtobusla gedirəm. O da birincisi 5:47-də gedir. 47 dəqiqə evdə oyalanıram, başımı qatıram. Sonra vaxtı unuduram. Bir də baxıram ki, 3 dəqiqə sonra gələcək, başlayıram qaçmağa. Heç olmasa metro ilə də gəlmək olar. Metro ilə meşəliyin arasından gəlirsən, adam qorxur. Akşam lipoşkadan 2 dənə qalmışdı. Birini götürürüm, gətirdim. Bugün burada yiyərəm. Gün ərzində onu yiyərik. Oy, göstərdim. Ay, dünən bağlamı boyunca sıkılmışam. Zədələnib də ağrım verir. Məndən ağrıdır. Çünki iş günümüz də tez qutarsaydı, gözümə durur inanırsınız. Özümə azam kartı zakaz elədim. Ay, belə ayağımı qoncuğunu görəm, qanlarını qoncuğunu görəm. Sonradan ağrı verir. Bir ayağımda baş parmağım ağrı verir. Bir de bu. Bu kazasıdır. Gösteremem.
Azam var sipariş vermişim özümə. Bugün gətirməlidirlər. Gelbonu götürdüm. Gelbonu götürəndə. Götürüm ondan sonra görüm ki, mənə zakaz edirəm. Bilmirsən ki, kimlə nə zakaz edirsən? Kimlə nə alasın? Ləliş deyir ki, uşaqlara opşu payal, bir dənə payal, opşu olsun. Deyirəm ki, nə alam? Bir iguşqa. Deyirəm ki, davuşsun mən aldım bir dənə, nə bilim, heç bilmirəm nə iyi gəlir. Deyəsən yaxınlaşır. Mağazada at görmüşdüm. Davuşsun aldım bir dənə iguşqa. Onlar o iguşqanı neyinir, ya Amin o iguşqanı neyinir? Diyor, onlara nə hoşdur? Yəni öyle başlayır şey. Hayır, hayır. Onun burası. Türkçüler öyle. Şey. O zaman ne pişiyordu? Oram ağrıyor, buram ağrıyor. Boynum içim. Boynum elə bir ki şeydi. Bir güyərimdə sinyak nəfər ağrıyor. Gedim görünmək orada. Sıfır kalarda yaşıyor. Sizden götürün. Onu da yiyərəm. Günə gülüşlə başlar. Hər şey yaxşı oluşdu. Saat 6:15'dir biz artıq işdəyik. Bugün Elmanın ilk günüdür. Sonra bilmirəm hansı günlər işləyir. Evdə olanda elə istəyirdim bugün canlı yayım açam. Sonra fikirləşdim ki, adamlar arda-arda gələcək. Çox görəm ki, hamı iş görə canlı yayın açır. Dedim, sizə ayıb olar, batırmışlar. Siz də öz dəyərli vaxtınızı açırsınız ki, mənlə danışasınız. Mən də burada karıbqa daşıyıram. Sizə vaxt ayıra bilmirəm, o sizə ayıb olar. Sizin vaxtınızı çalmış olaram. Çayını koydum kaynasın. Saat 6:29'da 6:30'da açmalıyım bir dakika. Açan kimi görevliler üstünde. Allah, hoş orada. Nasıl orada? Çay içmeye şey yoktu burada. Biri de şirin çay. Ben çay ile bile sanmıyorum, öldürsem. Her kahvede yiyebilirim. İşte orası şeyler. Şöyle 6:30 oldu, çay kaynamana biraz var. Gittim kapatma. Çöldə biri var yanım sigaret çəkir. Çəksin qutarsın gələr. Onun kimi mən də çayımı süzüm. Neçə səfər gəlirdim bura, çay içmirdim. Dünən içdim, bugün də başladım içməyə. Gidik çayımızı içək, yoxlamayaq. У вас 31 декабря, не сегодня. Нет, именно 31 декабря у вас. У вас под QR-кодом даты должны быть написаны. В эти даты вы должны прийти. То есть тут 2000, больше 2000 человек, не приходишь не когда тебе хочется, а именно программа распределяет так, чтобы... Декабрь. Но это означает, что действует только в декабре. Но если вам видите фотку отправили, там в QR-кодом должна быть дата. Если... Да, но желательно, мы всегда всем рекомендуем поменять дату. 31-го вдруг у вас там, не знаю, заболеете, не придете, и все пропадет. Да, и все пропадет. Лучше скажите жене, чтобы она поменяла дату на более ближайшую. Там у нее есть кнопочка «Изменить», она может поменять дату. На 30-е не оставляйте, потому что если вы в течение месяца забудете, то в конце месяца можете прийти забрать или там получить. А уже в январе это не получится.
Потому что этот QR-код только в декабре действует. Ну, не знаю, всегда так было. Просто вы, наверное, у нас новенькие. Да, желательно переносите дату. Əslində verə bilərdim. Çünki Naliçkada var həmən nabor. Amma mən tak 500 qarabqa daşıyacam. Başa düşürsünüz, mən 500 qarabqa daşıyacam bugün, canım çıxacaq. Amma kimsə ayın 31-i oturub burada simişka çıxlayacaq. Elmanın iş yoldaşı həmişə deyir ki, mıdajlı работать поровну. Hamı eyni işləməlidir. Mən ağır daşıyıram, sən də ağır daşıyır. Mən dincəlirəm, sən də dincəlirəm. Bax belə. Amma verə bilərdim biz siz necə? Yəni öz qabratamdan da öz xoşumla verə bilərəm. Amma qızlar deyirlər ki, biz ümumiyyətlə istəyirik ki, hamını qrafika öyrədək. Hamı öz grafikində gəlsə daha yaxşıdır. Bugün baxarsınız, dünən gəlməyənlər, ayın biri gəlməyənlər bugün gələcək ki, verin. Mən də canımı sıxır, Allahımdan fikirləşirəm ki, bugün mən axşama kimi sağ qalacam, yoxsa yox. Mənim də dərs etdiribdir. Öz-özünə fikirsən ki, bugünün adamlarımla mən hələ uğraşacam, dalaşacam, nə bilim, hələ bir sizə də baxdayıram. Xahiş edirik, vaxtında gəlin də. Bu data, bu ayın tarixi. Həkimə yazırlar elə ki, ayın 5-i, ayın 8-i gəlirlər ki, biz unutmuşduq. Elə olmur axı. Ayın 5-i yazımsınız, ayın 5-i gəlməsin. İnsanlarla işləmək çox çətindir. Çox çətindir insanlarla işləmək. Hamıya gülmək mecburiyyətindəsin. Burada biri var, məndən pastayla dalaşır. Pastayla nidavolsiyasını göstərir. Dünən gəlib deyir ki, kefir niyə ayın 8-nə kimidir? Deyirəm ki, neçəsinə kim olsun bəs? Dünən ayın 2-si idi. Kefir ən çox redka olar ki, 7 gün sroku ilə gəlir. 6 gün sroku ilə gəlir, biz sevinirik. 5 gün sroku ilə gəlir, 5 gündən sonra sroku itirdə elə bir ki. Deyirəm ki, deyir mənə təzəsini ver. Deyirəm ki, hansını gətiriblər, onu verirəm. Məndə xariyyətdə başqası yoxdur. Deyirəm, siz başa düşürsünüz ki, bu elə produktdur ki, tez xarab olan produktdur da. Əgər bu çox qalırsa, vaxtı sroku çoxdursa, demək bunun içində nəsə qatqı qatırlar ki, bu çox qalır. Deyir ki, onsuz da qatqı qatırlar, mən bu sferada işləyirəm. Get-agətdə verdi. Özümə deyirəm, ay xanım, bu sferada işləyirsənsə bilməlisən də ki, kefirin sroku 5-6 gündür. Ondan çox redka olur. Elə bilirlər ki, həmişə dediyim söz, elə bilirlər ki, o bir otaqda biz inək saxlayırıq. Orada ikinci işçi sağır, burada zakvaska qoyuruq, kefir eləyirik, qutulaşdırırıq, veririk. Deyir, niyə ayın 28-dən hazırlanmışdı bu? Allahım, kömək ver, mənə ağıl ver. Mənə səbir ver, səbir. İnsanlarla işləmək çox çətindir. Neyim? Çayımızı içəyik, çünki sonra çay içməyə vaxtımız olmayacaq. Başı sağlıqdır. Baxın qızlar, bunu göstərməsin ürəyim partlayar. Burada yazırıq ki, bugün, planı bərdada bugün, ayın 3-ü. Nə qədər insan gələcək. Və burada göstərir. Baxın, bugün 215 nəfər gəlməlidir. Bu da onların adlarıdır, kim gələcək. Və bugünə neçə dənə korobka zakaz eləyiblər, onu göstərim. Bu kefir tvoraqlardır, cəhənnəm. Baxın, 10 dənə bu korobkadan, 10 dənə bu korobkadan, 5, 29, 445 dənə bu korobkadan, 347 dənə süddən, 20 dənə o biri süddən, belə, dünən bunların hamısını hesabladım, 500'ə qədər korobka elədi. Bunu göstərim ki, sonra demin ki, Günel yalancıydı. Gəldilər. Deməli qızlar, abeddir. Abedə kimi 380 dənə korobka payladım. Burada nə görsənir bilmirəm. 380. Heç nə, istəyirəm yerləri yuyum ki, tez gedim evə. Gətirim yerləri yuyum. Axırıncı adamı gücündən çıxartdım. Çıxmaq istəmir. O dayanıb telefonla danışır. Deyirəm, ay insan, ay çalayak. Yarım saat mənə abedə vaxt verilir. Çıxın da oje. Damada başa salmaq olmur ki, yarım saat heç daşıraq soyumur. Hələ nəinki şişməyi, heç soyumur ki, çatdırıb gəlsin. Baxın çöldə nə qədər adam var. Saysam 2, 4, 5, 6 nəfər. Nasıl bir də unutulamaq lazımdır. Bugün direktorumuz gəlmişdi. Neftinişkamı gətirdi mənim. Təkcə mənim xiləham mənim. Məni də, təzəni də, heç bilmirəm ki, nəyəsə lazım olacaq.
Olmasın ama o bir işinde de lazım olsun. Ben üzerinden gezdiririm. Bütün bakımlarımı. Kızlar ama burada saklıyor. Gördüğünüz gibi 300 ne kadarsa korkup verdim bugün. Yıkılmadım ayakta. Hala gülüyoruz. Düşler demişken. Ruslan güzelce aldım. Onlar eğlenceli. Dedim olsun ben buralarda şimdi. Git hələlik. Gələndə zəngillərə bir yerdə qayıdaraq evə. Oradan keçəndə gələcəm yerim. Düşdüm geri evə. Saat 4'tü. Hazırlaşan çıxmışdım. Bütün işlerimi gördüler. Jurnalları yazdım, zaten verdim. Her şeyi saydım, onları saydım, her şey. Çiki piki. Sen nasıl telefon? Zahmetlerimi götürdüm. Yoksa evde uşaqlarından dolaşacak. Tam da kapşonu bir əcaib, çünki zaman böyle çətinə gedir. Böyle bir yağış olacaq. Orada avtobus da geldi. Hə, cəmaat. Aniden gitmişdim evə doğru. Evə uca çatmışdım ki, aniden Kolumbusa gelməli oldum. Neyse, durdum geldim buraya. Ruslan'a da zəng geldim, dedim ki, Rus ged evə. Ged evə bala, özün git. Benim biraz burada işim var. Böyle anlaştım. Üstüne geldi şimdi. Ay, yolda doyuklar. Kaşay. Əvvəl buranı şey bəzirdiler, indi. Elə vaxtım yoxdur, gedim payıq uşaqlarım gələmizə. İstilendim. İyi kızlar, iş dalıydı gelmiştim, neyse işim alınmadı. Girmişəm mağazaya, girmişəm nə salım, ha? Ev ərzaq alım, gedim. Bu ne? Kovşik 900 rubla. Görüm ne var burada var şey. Slavarotkalar 1500'den, 1200'den. Elma deyirəm ki, iş yerində kimsə çok uzaqlayırdı. Şəkilini atmışam, maşını təmizləmək üçün. Yazıb ki, getir ver mənə. Mənim kapraz yoxumdur. O da bəxtə götürmədi, Azərbaycanı gəlmişdi. Mən bilən Azərbaycanlı idi. Dedi, onlar götürüm. Dedim ki, bilmirəm, xıdalıca gəlmədilər. Dedi, baxdım ki, yoxdur. Yox olubdur. Dedim ki, o götürüb. Adam elə aldıqca almaq istəyir, götürdükcə götürmək istəyir. Ama bunu aparmaq adam gözünə durur. Oy, mən bunu boşlayıram. Mən əvvəl maşını alırdım, uzaq yola çıxanda maşında yiyirdim bunu. İki şeydir, ürəyim bulanmasın, maşında gələndə ürəyim bulanırdı. Yadıma düşdü. Uşaqlar da boşlayır. Bunlara aparmaq var, gözünə durub aparmaq. Perlovka. Yox, ağır olacaq mənə. Yedim evə falan, bəsdir bir qədər. Saat 7'ye qalıb gedirəm evə, amma çox yorulmuşam, qollarım ağrıyır. Korobkalara görə ayağıma elə ağrımır, bəlkə də ağrıyır hiss eləməm. Amma qollarım ağrıyır. Buradan basa Kolumbusa getmişdim ki, ərzağım. Aldıqlarım. Qollarım qırılır, yorulmuşam. Mandalin aldım. Salat aldım. Et burnu aldım. Pomidor aldım salata yemeye. Peynir aldım salata yemeye. Dolabım kanat hisselerdi ama etli yerdi. Götürdüm. Her yer yeme. Kruvasan.
Bir de yer aldım. Bunu da yine salata. Kızlar, bu arada Azon Bank'ın kartını sipariş vermişəm. Gəlmişəm mağazaya onu götürməyə, görüm punkt ödəyicidən mənə verəcəklər o kartı. Sonrasını deyərəm yəni. Geldim Fix Price'a. Görüm yeni il için maraqlı ne var. Veriliş həmişə deyir ki, məncə Venok alıq. Bu da Venok. Bu çox iskusturuna oxşayır. Güllərə baxın. Yapışdır. Bilirsiniz nədir? 2 dənə konfetini sadəcə üst-üstə oturulur. Böyle yerləşdirilir üst-üstə. 2 dənə bir qapaq. Yadınıza gəlirsə, Ruslanın ad günündə belə ayaqqabı almışdıq. Kolosiklə. Ну, знаешь, что я придумала? Если хочешь покататься на самокате, на этой ноге вот я закрываю, а вот так вот, и вот так вот еду. Xalatsını. Вот так вот на самокате белый разгон, и вот так вот потом ехать на Bu indi həmin ayaqqabısını geyinir. O təzə geyindi, sonra geyinmədi. Getdik o ağlı qaralını aldıq. İndi ağlı qaralı qırılıbdır, cırılıbdır, bunu geyinir. Də? Buradakı təkərləri var, təkərlərlə yellənir. Burası samakatını mağazanın yanında yadından çıxartmışsan. Neçə gündür mağazanın qabağındadır samakat? Ha, din. Ну, потому что у меня на тренировку деньги были. Da, Trenorovkaya gedəndə yadından çıxarıb qoyub ora. İndi də qayadan da götürürük. Heç nə. Yəni deməyəsiniz ki, həm samakat sürür, həm ayaqqabısının təkəri var, görməmiş deyilir. Все, getdim kartı da götürdüm. İndi gedirik evimizə. Getdim Fix Price'dan da bunları aldım. 2 dənə peçeni aldım. Birini işə aparacağım, birini uşaqlar evdə yesinlər. Farklı aldım çünkü evdə varımdı amma azdı. Qoy dedim ehtiyatdan yenə olsun. Çay qutarmışdı. Çay aldım. İşə gedəndə aparam. Həm o işə, həm bu işə. Həm də evdə çox vaxt əmləməyəndə içirik. Araq saldım, yer fıstığı çünkü hərdən şirniyyat pişirmək istəyirəm. Araqis olmuram. Orada duzlusu da var idi. Vroci bunun üstündə duz yazılmışdı. Yəni 2 dənə bundan götürdüm. Bu da mənim Azon kartımdır. Hansı ki dedim evə gedəndə danışaram. Katya ki var, hansı ki məndən bir yerdə işləyən. Onun başqa bankdan kartı yoxdur, ancaq Azon kartı var. Hər dəfə Azondan istifadə edir. Azondan çoxlu pakubkalar eləyir, nə bilim. Hər dəfə nəsə pakubka eləyəndə ona bal gəlir və çox bir şeyi 1 rubldan ala bilir. Mən elə özüm də Valbersdə Azonda işləyəndə gəlib məndən 1 rubla feyri falan alırlar. Mən də gözüm kəlləmə çıxıb ki, bu nə tər olur? İndi mən də helənsinə dedim istifadə edim, görüm məndə də alınacaqmı? 1 rubldan alınsa sizə çəkib göstərərəm nə sifariş verəcəyim. Toyuğun qanadlarından birəklə hazırlayırıq. Ağzında küçüldür sənəsi. Ne pişirək bundan? Аэрогриль, туда вкроем, добавляем паприку, чуть картошки и вот туда внутрь и на полчасика. Пора использую его. Зачем я на него деньги потратила? На 2 работах работала. Bizim de kökmeye bir qab lazımdı. Qabım da yoxdur. Açamıyorum. Karşı da şurada. Sen demiş, bir dənə filtre var, hamısına qatır. Paprika var. Ne istəfədir?
Есть это фуфу. Это тоже, это знаешь что? Паприка. Это- Это сюда принесла, она кусочками остается большими и хрустит. Ну, кофемалка она даже смогла, столько и перемолола. Но это же не паприка. Это паприка. Это смесь приправ. Да. Там еще и название такое странное. Это смесь приправ, но там еще и Паприка перец тоже. тоже. Красный перец Я тоже. говорю про новый перец. Паприка сладкая. Benim kartoşkayla karıştırır mısın? Да, картошка зарастырылır и в араби. Что я поставила? На койку? Это авторский программ. Мультик? Мультик авторов. Сейчас картошкалар балконdan gidelim biz içmedi. Ожерелье твоей мамы. Об этом я и хотела говорить. Отец ловит меня за куклу. О, он такой серьезный. Я знаю. Отец считает, что все это правильно. Но мне часто снится один сон, и я думаю... О, вещий сон. Расскажи поподробнее. Для салата? Положи, Алиса, не делаешь. Видишь, Еще? Юга, ты меньше делаешь. Как надо? Дитя. Или зубы. Я же кукольский. И передо мной тут появляется стрела. Я смотрю на нее, а она крутится. Летящийся старик. Я духовала вижу. Так. Как это включать, люди? Ну там смотри. Ну, ben toka koştum, ses elədi, istiyor, onunla da yok oldu. Кнопка для включения. Для выключения. Из-за того, что мясо biraz geç pişir, мясо üstüne koydum, хорошо? Sonra karıştıralım. Что? Ne görüldün de? Axı koşdum, bax. Aa, tam girməyib knopka. Что ты хочешь? Что там? Что там? Курица. Курица. Курица больше. Курица. Вот это вкусно пахнет. А ну, Так, что курица. это? Сколько градусов? Давай градусын az elə vaxtını çox elə. В смысле, наоборот? Просто, не знаю. Ну ладно, наоборот elə. Решили наоборот. Всё. А время сколько? 30 уже выиграли. Вот это мне нравится. Осматривайся. Все. Deməli, bir xeyli qatıq döktük. Yavaş. Biraz sudan əlavə Как дела? Всего лишь рукопожатие. edək. Ничего не будет? Нет, просто дай мне руку. Oy. Sarımsan istiyorum bana. Так, мы здороваемся. А мы здороваемся так. Винга. Tuzu gözəl. Olmasın. Лучше здороваться. Nelər iş? Doğruyub. Да, я тебя понял. Ведь нас не любит незнакомцев. Я уже больше не знаю. Молодец, да. Kıyafetini dondurucudan tökək. Ne olur? Нико, а ну вернись. Ничего не знаю. Что ты делаешь? Hı? Böyle haşır olmaz yani. Передаю. Он помогает найти дорогу. Ничего, я куплю другой платочек. Лондон? Это ваше селение? Да, и очень большое. А какое? Ну, на улице много бар, постоянно. Сотни людей. Не сможет он ни цифры понять и не сумеет по волшебной картинке на лету цветами ветра рисовать. И к чему землей владеть, коль при Və artıq salatımız da hazırdır. Sadəcə Ləlişə dedim ki, duz qatmasın. Mən işə götürüm pay. İşdə duzlayaram. Yoxsa sabah kimi su verər. Ondan sonra duzlayaq. Что? Ты последние дни какой-то тихий. Ләliş, luk doğramadıq. Не унывайся, ничего, я же Красный лук не надо? Не хочешь? Evet, xarlandı ekran. Это твой внутренний дух. Слушай.